Tanınmış gastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin tibb xidmətinin rəisi vəzifəsindən azad edilib. O, öz ərizəsi ilə işdən çıxıb. Qeyd eləyək ki, Arzu Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi. O, sözü gedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi. Naxçıvanda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə Naxçıvan-Ordubad magistral yolunun Babək rayonunun Çeşməbasar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Nazlifan markalı avtomobillə Xəzər markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhan Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqud Əlibəyli müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.